Belə düz yolun qırağında değerli dostlar. Metrəsi zadsızdır. Avtobusdan bilə vasitə düşüb, həyətə girirsən, evə girirsən. Heç bir metr, 100 metr, 50 metr, 1 metr, 10 metr söhbəti deyil. Avtobusdan düşdün, həyətə girirsən. Addımlığında yerləşir, bir addımlığında yerləşir. Metrəsi zadsız dostlar. Düz həyət evi, obyekt, ana yolun qırağında. 160'dan yenə təkrar edirəm. Düşdün, tramvay həyətə girirsən. Şəxsi tikili evli, sancar boşaqlarıdır, değerli dostlarım. Hamam tuvalet bir yerde, biri bir ademli tuvaletli, biri de hamam tuvalet bir yerde. Həyəti bazası qəşəng belə təmirlidir, şəxsi tikilidir. Görürsünüz, Astanovka'nın avtobusların səsində danışa bilmirəm. Gəlin bura. Yolun düz qırağı. Gəl. Evin girdim ev içine. Dostlar. Eve girəndə bir dənə bax belə bir otaq. Belə bir otaq. Mətbəximiz. Mətbəximiz bəkləf belə evin içində qalacaq. Gördüyünüz kimi. Sonra buradan bir dənə belə bir yataq otağı dostlar. Qəşəng yataq otağı. Sonra burada qəşəng bir zalımız. Geniş bir zal. Ve Piyulos dostlar. Yine bir dənə yatak otağımız. Burada da bir yatak otağımız. Evimizin qiyməti ana yolun qırağında, sənədləri qaydasında, qaz, su, işıq paslayanla daimi 140 min. Gəl, yerində reallaş, Allah xeyir versin. 140 min. Cüzi indirim olunacaq. Yani gəlin inşallah reallaşın. Düz ama asfalt yolun, ana yolun qırağındadır.